Çox yumşaq açma reseptini siz də yoxlayın. Xəmiri əvvəlcədən yoğurmuşdum, reseptini açıqlama qismində qeyd eləmişəm. Oradan baxıb öyrənə bilərsiniz. Xəmiri 10 hissəyə böldüm və hər xəmirin üzərinə 1 çay qaşığı kərə yağı əlavə elədim. 10 dəqiqə xəmiri gözlədirik. Qeyd edim ki, 1 ədəd xəmirin miqdarı 110 qramdır. 10 dəqiqə gözlədəndən sonra əlimizlə yavaş-yavaş xəmiri açırıq. Xəmirin üzərinə kərə yağı qoymağımızın səbəbi xəmirin rahat açılmağına görədir. Mənim elədiyim resept sadə versiyadır, amma istəsəniz içərisinə qiymə və yaxud da pendir vura bilərsiniz. Mistin içərisinə yağlı kağız sərib elədiyimiz açmaları əlavə edirik. 10 dəqiqədə belə vəziyyətdə streç ilə sarıb gözləyirik. Daha sonra bir yumurta sarısı və 1 çay qaşığı südlə qarışdırılmış qarışımı açmaların üzərinə yayırıq. Üzərinə küncüt səpib öncədən isidilmiş sobaya yerləşdiririk. Sobada 190-200 dərəcədə 15-17 dəqiqə bişiririk. Və artıq açmamız hazırdır. Bulku kimi çox gözəl qabarıb və yumşaqdır. Videonu bəyəndinizsə like etməyi unutmayın. Fikirlərinizi də rəy bölməsində yazaraq mənimlə bölüşün. Hazırlayacaq olanlara nuş olsun. Mən yoxladım və dadını çox bəyəndim. Əminəm ki, siz də bəyənəcəksiniz.